Salam xanımlar, kanala video yükləmişəm. Bir bacım baxıram yazıb ki, 44 saniyə getdi, vlog qutardı. O ki qala o video hardasa 30 neçə dəqiqəlıq idi. Çox yəqin ki, shorts bölməsindən vurmuşam yükləməyə. 44 saniyəni yükləyib, qalanı qalıb. Yenidən keçdim həmən videonu montaj eləməyə. Dedim başdan da belə bir açıqlama eləyim. İnşallah görüm yığa bilsəm yenidən yığıb o videonu en kısa zamanda çatdırmağa çalışacağım indi bugün üçün. Bugün istəyirəm tam olarak bugün ne eləyirəm onu sizinlə paylaşım. Axşam çıxardıb bu acılıq otunu kənara qoymuşam ki, gecə çay dəmliyim için. Hardasa 7-8 dənə isti suyun içərisinə töküb 5 dəqiqə dəmlədib qaynar da içəndə bağırsaqları deşik təmizləyir. Amma ki yadımdan çıxıb qalıb necə qoymuşam elə də qalıb gedib yatmışam. Hiç yadıma da düşmüyordu. Onun vaxtı qaldı. Bu akşama tortum var, yumurtalar çıxardıb belə qoymuşam. Dünən bütün rivari bir bazarlıq elədik, belə deyim. Daha doğrusu paltar almaq üçün getmişdik. Oğluma oradan gələndə markete girdik, buz kimi deyə bunlar da. Eve lazım olanları aldım. Çəkmişdim onun videosunda. Yumurtanı çıxartdım. Soyuducudaydı. Bura koydum ki havalansın. Otaq temperaturuna gəlsin. Peçokdu, undu bunları da koymamışam. Gətirim onları boşaldım. Səhərin stəkanları var. 1-2 dənə onları yuyuyorum. Düyümü qablar var idi. Bunları yerləşdirirdim. Dedim bir dənə video at. Elə yerləşdir. Bilirəm, belə videoları sevən xanımlar çoxdur. Ev eşiyi təmizləyək birlikdə. Sonra şokolad bişirəsiyəm. Sütü çıxardıb qırağa qoymuşam. Şokolad sosu da tortların arası üçün. Onu bir ənti hazırlayarıq. Sonra da azadlığa getməliyəm. Tortum var, onun kutusudur, üzerinin şəkilidir. Onları çıxartmalıyam. Onları da bir ənti həll edərək gedib. Bunu da yəqin ki, çoxdan ki izləyicilərim bilər. Qaynanamın qaynanasından qalıb bu qab. Belə saxsı deyim, şüşə deyim, qabdır. Burası da özündən bu rəngdədir. Elə mən də unu bunun içərisində saxlayıram. Xoşum gəlir. Hər dəfə qutardıqca az alıram ki, qızlar un qaldıqca köhnəlir. Ona görə az alıram. 4 kilo, 3 kilo, 2 kilo un köhnəldikcə biskvit də yaxşı şişmir. Əvvəllər mamagil alırdı, məsəl üçün unu meşo ilə işlədirdilər, amma onda təndir çörəyi pişirirdik də, təndir də yox, fırını pişirirdik. Yadıma gəlir, qonşumuzda fırını var idi, sağ olsun öz qapısında tikmişdi. Bizdə setkamız onların qapısına idi da, arada bir setka var idi. Orada gedirdi, keçirdi, fırınını qalayırdı qardalı şaxından. Mən evdə kündələri şeyə qoyurdum, sinirlərinə qoyurdum. Özünün imini sinirləri vardı. Dəmirdən sinirlər düzəltmişdilər. Sonra su ilə o çörəyin üstünü yastılayırdım. Xoşuma gələn belə işarələri üstündə yazırdım. Ortasında da belə deşik açırdım. Ortası da yaxşı pişsin deyə mama örgətmişdi. Verirdim şeydən sitkadan mamaya, mama pis tərəfdən götürürdü. Elə hazırlayırdılar. Onda yəni belə bir dəfəlik çörək pişirirdik deyə onda çox gedirdi. Amma indi tortda istifadə edirəm ancaq bəzən peçenyelər, şirniyyatlar, elə çox şirniyyat yemirlər mənim uşaqlarım. Ona görə pişirmirəm də. Belə az alıram ki, unda köhnəlməsin. Qoyun bunu yerinə, gətirim pesoku, doldurum. Pesoku da belə bankalarda saxlayıram. Onda əsas səbəbi yayda qarışqa girə bilməsin deyə içinə 2 dənə belə yekə banka ayırmışam. Ya bunları da saxlayıram. Çaydanı da səhər tezdən doldurdum, qaynatdım. Yine baxıram ki, buralarına iz düşübdür. Qızlar, mən keçən səfər nəyin fərqinə vardım? Gördüm ki, qazın özü
Elə də çox şey eləmir, hiss vermir. Əsas bunlardır. Belə böyründən tutub yandırıram. Çaydanın qırağına o qaralığı, o hissi verən birisi yandırdığımız bu alışqanlardır. Baxıram ki, çünki əsas çaydanın kənarlarındadır bu şeylər, hisslər. Hiss altında bir elə olmur. Dedim, yəqin elə olur, radikalkadan olar. Keçim evləri tosturanlayım. Dünən də tosturanlamamışam. Sabah da imkanım olmayacaq tost verdim. Səhər verməliyim tortu. Evləri tosturanlayaram. Tərslikdən də bütün miltiqanın bilmirəm, daşımı qutarıb. Daşı qutarmaz, amma daşı qutarsa alıb qoyardı. Nəsə xarablıq var. Bir-iki dənə də qabım var, gərək soyuq su ilə yuyam. İndi qablar azdır, indi problem deyil. Əsas o gecənin qablarını yuyduğuya bu streslə o çox təsir elərdi. Sevmirəm də soyuğu, heç birə sevmirəm. Ən sevmədiyim fəsil qışdır, soyuqdur. Payızı da bir dənə rənglərinə görə xoşlayıram. Gətirim, heç şeyi də hazırlayam. Şokolatı mən gələnə qədər soyusun. Sən elə burada dur. Buraları da silim də temizleyeyim. Şokolat sosunun üstüne koyayım, sonra digər işlərə başlayarıq. Axşamdan sütü çıxardıb qoymuşam, rayon sütüdür. Mama qonşulardan alıb qoyur, ya xala qoyur, ya bibi qoyur oradan, sağ olsunlar. Baxım görüm nə qədər gedir, heç yadımda qalmır da. Nə qədər südə, nə qədər pesok gedir. Gərək hər səfərində açam belə dəftərə baxam ki, nə qədər ərzaq gedir buna. 4 stəkan süd, 1 stəkan su. Su da nəyə görə? Rayon südüdür deyə. Adi şəhərdən aldığınız süddən istifadə edirsinizsə, suya ehtiyac yoxdur. Onu da süddən əvazə edə bilərsiniz. 3 stəkan pesok, 4 xörək qaşığı un, 2 xörək qaşığı kakao. Bunları pişiririk. 100 qram pişib qutarandan sonra yağ tökürük. Sonra qoyuruq soymağa, olur hazır. Gətirim indi, ağzını da bağlayıb o yana qoyuram. Yadımda qalası. Gətirim indi bunları hazırlayayım. Buraları da silmədim. Bunu qoyun, bu qaynağa düşənə qədər buraları təmizləyərəm. Birinci pesogunu tökək. Birinci pesogunu, quru ərzaqlarını tökmək lazımdır ki, şeyin içərisində, südün içərisində un lopalanmasın. İndi bilmirəm, o neçə stəkan olacaq da, iş orası da. Hələlik 4 stəkan, amma çox olar, hə, bu 4 stəkandan. Hələlik 4 stəkan ərzaqlarını töküm, süd çox olsa artırıram da, neyiniyək? Bunu da belə təpələtmə tökürük. Əlinizi qorxaq alışdırmayın. Alışdırırıq belə kakao. Kakaosu 2 xörək qaşığı. Yoxsa içərisində yekə qalır, içərisində dağıtmaq da olmur. Baxın nə qədər içərisində yumrular. Olmuyor, bilməyə səhv eləyəsiz, bunu ələməmiş tökəsiz. Adamın başına oynatır, nə qədər işini rəngidir. Çalışırsan ki, içərisində bir bunu həll edəsən, nə qədər vaxt gedir. Bu hələlik bura qoyuram, deyirəm birdən süd çoxluğu eləyər. Baxın. Hazırdır bizim şokolad sosumuz. Baxın necə qaynayır. Bir də qızlar əlimizi dayandırmadan qarışdırırıq. Baxın kıvamını da göstərim sizə. Balaca qablara qoyuruq. Sonra yenidən lazım olduqca az-az götürüb işlədirik. Bir qabı bir dəfəyə işlədirik, belə deyim də.
Gələn kimi girdim Azadlıqda elə birinci 1 manatlıq mağazaya. Yeni il üçün padnoslar var. Cürbəcür yeni oyuncaqlar gətiriblər yolka üçün, otaq bəzəmək üçün. Belə şeylər əsasən sinif bəzəməyə yaxşıdır. 1 manatlıq. Sanki bir səfərlik istifadə üçün daha yaxşıdır. Gördüyünüz kimi şaxta baba başları var. Bunlar da 1 manatdır. Qəşəng şeylər var idi. Uzun zamandır mən də gəlmirəm. Hardasa 2 həftəyə yaxındır. 1 həftə tam rayonda qaldım. Sonra gəldim. 4-5 gündə keçib. Ondan 4-5 gün öncə də getməmişdim. Axır mənə də maraqlı idi. Gəldim çəkim. Həm də ki baxıram görüm mənim bu mətbəxdəki dəzgahımın üstünə qoymaqlıq yeni il atributu nəsə tapa bilirəmmi? O yolkalardan almışdım. Belə zərlər var, amma parıldamır. Bacınız parıldayanları sevir də. Ona görə mənlik deyil. Burada qızlar gördüyünüz hər şey 1 manatdır. Belə şamlar var idi. Bir ikisini çıxartmaq istədim. Nəhayət birinə gücüm çatdı. Çıxarda bildim. Bunların da qiyməti 1 manatdır, amma qoxuları yox idi. Görünüşləri şirin idi, amma qəşəng idi. Belə masa üzərinə qoymağa maraqlı olar. Belə qar spreylər var idi. Yenə bunlar da 1 manat. Qar adam gördüm. O da baxdım ki, qırılıb prosto nümunə üçün qoyublar. Çox yəqin ki, arxada var idi onların. Belə deyim də sağlamları. Qız uşaqlar üçün abadoklar var, eynəklər var idi. Üzərində 2006 yazılan belə. Bir sözlə yeni ilə aid nə axtarsaz var burada. Qutular var idi. Bir dənə bu qutunu gördüm. Bilmirəm indi bu nəyisə qutusudurmu, yoxsa prosto hədiyyəlik qutudurmu. Eldar şamının qozaları var idi. 2 dənəsini qoyublar 1 manata. Belə zərli çiçək idi, yoxsa nəsə belə bir şeylər var idi. Yenə yolka oyuncaqları var idi. Mən xoşlayıram belə böyük oyuncaqlar olsun. Yolkanın üzərində seçilsin. İnci deyirdim, amma əvvəlki kimi bizim yenə evi bəzəyərsən, yolkanı bəzəyərsən. Uşaq vaxtı qızlar bunlar balaca olanda şar alırdıq. Rəngarəng şarlar alırdım. Hamısını da bir ağzımla doldururdum. Bunu doldurmaq üçün aparat da yox idi. Tökürdüm evə. İnansız bu qabaq otaqda, qonaq otağında yeriməyə yeri olmurdu. O qədər çox şar alırdım uşaqlara. Onu da bir asırdım yuxarıdan, nə bilim oradan buradan. Sonra da qopardanda altipanın üstünün kraskalarını qopardırdı. Emulsiyanın üstünün rəngləri gedirdi. Nəsə ev bərbad günə qalırdı. Bir neçə il belə uşaqlar balaca olanda belə hazırlamışdım. İnci deyir o vaxtlar çox maraqlı idi. Onda özüm də həvəskar idim. İndi heç yeni il yadıma da düşmür. Prosto belə baxıram. Burada da gördüyünüz kimi yenə yolka oyuncaqlardır. Nə bilim şaxta babanın saqqalı ayrıca satılır. Maskaları var. Belə yolkanın ya qapının üzəri üçün. Lentdən qırmızı bantiklər var. Bir sözlə hər şey var da. Nə axtarsınız? Stikerlər var. Dəftərləri bəzəmək üçün. Otaqları bəzəmək üçün belə böyük şaxta baba qarqız var. Bu da 3D'dir. 3D görünümlüdür. Arxasını 2 tərəfli skotçdan yapışdırmaq olar. Belə çıxa-çıxda gördüm belə 1 manata hədiyyə qutuları var uşaqlara vermək üçün. Keçən səfər harsısa marketdə idi, 3 manata idi deyəsən. Çox da gözəldir qızlar görünüşləri. Ələ də alsam belə kardonları da bərkdir. Arxadakı o qızılı rənglə bu qırmızı qızılı parıldayan vapşe super idi. Çox xoşuma gəldi. Başqa yerdən 3 manat almaqdansa elə buradan gəlib 3 dənəsini götürüb 3 manat vermək daha sərfəlidir. Belə aparanda da orada da görürsünüz bağlı formalarıdır. Yuxarıda da yenə yeni il çantaları var. Keçdim digər otağa. Burada da dominolardır, unolardır, oyun kartlarıdır. Uşaqlar üçün rezinlərdir. Ən sevdiyim rəng. Götürüb ona baxıram. Sonra 5 dənə quru salfetkadır, nəm salfetkadır bir-birinə bərkidib 1 manata satırlar. Bilirsiniz də marketdə onların biri 30-40 qəpikdən aşağı deyil. Axırıncı səfər mən baxanda 50 qəpik idi. Adicə bir paçka içərisində 15 dənə olan nəm salfetkalar. Qızlar mağaza boş idi. Qəşəng bacınız sizin üçün rahat çəkdi. Mağaza dolu olanda adam çəkiliş də edə bilmir. Bu gördüyünüz kosmetikaların hamısı da yenə 1 manat idi. Buradan əsasən üz yumaq üçün maçalkalar, nə bilim sponjlar almaq yaxşıdır. O birisi şeyləri düz də almıram. Naqqaşdır, nə bilim bu kupkalardır. Onlar burada sərfəli olur. Onsuzdan hər yerdə eyni qiymətədir onlar.
Burada da gördüyünüz kimi pomadalardır, bileziklərdir, tenlərdir, kirpiklərdir, dırnaqlardır. Bir sözlə kosmetikaya aid nə görsəz hamısını 1 manata ala bilirsiniz. Burada da dırnaqlardır. Dırnaqlara baxdım. Üstündən yapışdırma dırnaqlara. Gördüyünüz kimi hər şey var da, poddelkası da, amma bir şey var ki, serekopyalarda da özləri deyil. Burada da yenə 1 manatdır. Yuyucu tozlardır, təmizləyici vasitələrdir. Bilmirəm nətər olar, amma alan xanımlar görmüşəm. Bilmirəm indi təmizləyər, təmizləməz, amma görmüşəm xanımlar alır buradan. Sonra burada da yenə 1 manata ən çox nə xoşuma gəldi. Uşaqların qutkasının üstündən atmaq üçün qutka salafan qutkalar var 1 manata. Yağmurluq deyilir də. Yadıma gəlir, yağış çox pis yağanda uşaqların qutkasından içəridə olurdu yağış. Onlar elə yaxşıdır, üstündən geyindirirsən, salafanı atırsan, ən azından bədəninə su da olmaz da. Burada da yağış yağmır. Yağanda da vapşı adam isladır. Bayırdasınızsa. Keçdim qab-qaşıq bölməsinə. Yeni ilə aid belə fincanlar gətiriblər. Həmişə girəndə fincanlara da baxıram ki, görüm nəsə maraqlı fincan varmı? Axır vaxtlar nəsə məndə fincan hobisi yaranıb. Yerdə yenə boş qaplardır. Qarşı tərəfdə orqanayzerlər var, ədviyyat qabları var. Belə maraqlı armudlu stəkan var, qulpu aşağıdan. Belə bir yenə fincan var idi, amma böyük idi. Mənim bu altdakı xoşuma gəldi. Gündəlik çay içmək üçün qəşəngdir, idealdır məncə. Azatlığa girdim, şakamakaya baxdım. Çox yəqin ki, bundan öncə onun videosuna baxmısınız. Yaşıl cümədə, qara cümə deyəndə nervlənirəm. Yaşıl cümədə, onlar qara cümə yazmamışdı mən bilən. Bəzi yerlər yazmışdı. Amma yaşıl cümədə gördüm sırqada şeylər endirmə düşmüşdü. Şahməranlar. İstədim gələm, amma elə bir işim yox idi. Bir dənə ondan ötürü də çıxa bilmədim deyə gəlmədim. İndi gedək baxaq görək onun qiymətini qaldırıblarmı. Dekabrın ucu ikisidir. Qaldırmayıblarmı. Buranı da qəşəng bəzəyiblər. Görək qiymətlər neçədir. Qəşəng mağazadır. Sevirəm buranı. Üzükləri çoxdur, amma ki dəyişilmir üzüklər. Belə deyim də, bunlar çox yəqin ki satılmır deyə yeniləri gəlmir. Girdim, çıxdım mağazaya. Yenə qaldırıblar 7 manat eləyiblər. Boçkala 3 manat 20 qəpiyə qoymuşdular deyəsə. Gedim tort ləvazimatlarına. Buradan da çuğundur götürüm. Görüm hara gözümə yaxşı dəyir. 2 dənə çuğundur götürüm. Dünən marketdən 25 qəpiyə kilosu kələm aldı. 3 dənə qoyardınız da böyüyünə. Nə qədər? 3 dənə böyüyünü. Kök neçədir? Eyni qiymət. Yarım marka baxın. Çox gözəl şirinliklər var. Gəldim evə, havalar da soyuyubdu. 2 dənə məhlədən çörək götürdüm. Təzə gəlmişdi, saat idi gələn saatı. Çalışıram ki, təzə götürüm. Köhnələndə uşaqlar da yemir. Bir dənə belə qaymaq götürdüm, yenə muki. Damla şokolad götürdüm. Tortları həm o şokoladdan, həm bundan hazırlayıram. Lent götürdüm. Tortun üstünə lazım olacaq. Muncuq götürdüm. Ağ muncuğum qurtarmışdı. Biraz mandarin götürdüm. Bunu da ki qoymadı seçdirməyə. Birinci səfər idi. Belə bir şey olurdu. Bir də belə qəhvəyi marsipan götürdüm. Kitab tortu var. Onun üz qabığı üçün. Petruşka götürdüm. Bir dənəsi, o bir dəstəsi 10 qəpik idi. Belə 2 dənə normal dəstədir. Yəni şəhərdə satılan dəstələrdəndir. Düzü yerək bir dənə götürməyə utandım. Dedim 10 qəpikdir, 2 dənə götürüm. Əslində bir dənə mənə bəs eləyərdi. 2 dənə götürdüm bunu. Kök götürdüm. Kilosu 1 manat 30 qəpik idi. Eyni zamanda çoğundurun da kilosu 1 manat 30 qəpik idi. Bir 2 manatlıq da
Onlardan götürdüğüm əsas tort ləvazimatları üçün getmişdim. Bugünlük aldıqlarım da bu qədər oldu. Gündüzlər vaxtı olmur hazırlıqlardan, ona görə axşam oğlumu da götürdük. Trend Mala gəldik, Posyolka Kirovdakına. Qış paltarları almaq üçün şu paltarları balacalaşıb əyninə olmur. Paltar işini həll elədik, keçdik Tayqa Marketə. Evdə bir-iki şey qutarıbdı, onları almağa gəldik. Olmazsa olmazı mənim unum, pesokum. Bunlar qutarıb, bir də ki, gündəlik işlənən bir-iki şeylər yenə əksilmişdi. Uşaqlar da həmişəki kimi cipsilərini sifariş ediblər. Gəldi yalaq, burada da hərrənirik ki, görək, daha doğrusu mən gəzirəm ki, görüm bir yadımdan çıxan nəsə varmı? Qızlar, Tayqa çox ucuzdur digər marketlərə nisbətən, həm də ki, bizə yaxındır deyə elə sərf edir bura gəlmək. Endirimlər olur, həmişə fikir verin, konfetlərdə endirimdədir bir çox konfetlər. Düzdür, çox elə çeşidləri yoxdur, amma olanlar da əməlli başlı digər marketlərə nisbətən 1-2 manat arasında belə fərq eləyir. Konfet seçirik. Dedim, çox götürməyək. Konfet çox olanda, daha doğrusu şokolad xoşladığım şokoladlar olanda çayı çox içirəm. Avtomatik şokolad da kökəldir. Kələm var idi, kilosu 25 qəpiyə. Yoldaşım dedi, turşu üçün götürək. Dedim, götürək də, neyniyək? Qoyaq, qəşəng balaca kələmlər idi. Lazımdırsa gedib götürə bilərsiniz. Qiyməti də məncə superdir. 25 qəpiyə heç yerdə kələm yoxdur mən bilən. Gəldi evə, aldıqlarımı da yerləşdirim. Uşaqların istəyi həmişəki kimi cipsi. Vaqifin şokimoçisi qutarmışdı. Ona bir dənə belə şokimoçi götürdük. Qızlar, pişirdiyimi yemir. Məndə həmişə evdə şokolad sosludur, amma yemir. Ona görə bazardan götürürük. Qabartma tozum, vanilim, sonra bir dənə makaron götürdüm. Evdə makaron qutarmışdı. Düzdür, yemirlər, amma yenə də alıb evə qoyuram da. Arada bir, ayda ildə bir dəfə pişirirəm. Bu konfetdən götürdü yoldaşım. Sonra bibi götürdük. Bu qəşəkdir. Qiyməti də yaxşıdır. Qiyməti bilmirəm neçəyədir. 10 manat neçə qəpikdir, 11 manatdır. Amma içərisi sırf şokoladdır. Heç bir dolğusu olmadan çox ləzzətlidir. Belə pisok götürdük, yumurta götürdük tort üçün. Sağ olsunlar, xalagil verdiyi yumurtadan hələ var, rayon yumurtası. Amma torta onları işlətmək olmur. Onları işlətsək dəhşət pis qoxu verər. Həm də heyfim gəlir onları işlətməyə. Ümumiyyətlə, heç ağlımın ucundan da keçirtmirəm. Tez götürdüm bir dənə belə ən sevdiyim çay. Bunu da Xəzərlə qatışdıranda qəşəng dadıyır. Özünü tək hazırlayanda xoşum gəlmir, dəmləyəndə daha doğrusu. Sonra kələm götürdük 3 dənə. 3 dənə kələm 80 qəpik tutmuşdu. Qızlar, dediyim kimi 25 qəpik idi. Qiymət də çox münasib idi. Belə biraz biberli kalbasa götürdük. Uşaqlar xoşlayır deyə. Bir də ki, götürdüyümüz bu kələmlər, un, pesok, belə şeylər. Yəni gündəlik lazım olanlar. Bunların da digər şeylərini aldım. Kökünü, çoğundurunu. İnşallah bir ənti bunları da turşu qoyarıq. Məndən olsa qoymazdım. Amma yoldaşım istədi. Dedim, qoyaq da. Neyniyək? Kələm də ucuzdur. Vaqif üçün belə qalın bir şalvar götürdük. İçərisi biraz da qalındır. Qışa uyğun. Belə şalvar. Əsas odur mənim oğlum üçün ayağı dar olmasın. Bir dənə bunu bəyəndi, bunu götürdük. Bir dənə də mən nə qədər dedimsə göy götür, razı olmadı. Bir vaxtda ancaq qara götürürdü. Belə qəşəng bir dənə kapşonka götürdü. Bunu da içi yenə belə qışa uyğundur. Biraz mexlidir. Bunu götürdü, bunları aldı. Yoldaşım üçün bir dənə yarımboğaz vadalaska bəyəndim. Dedim, götür, qəşəngdir. Rəngi xoşuma gəldi. Bir dənə onu götüzdürdüm. Vaqif bunları qəşəng stolun başına qoymuşdu səliqə ilə. İndi gərək onları yığam. Bir dənə də inci üçün dəst götürdüm. Dünən də gətirəndə geyindirdim. Dedim, bir geyin bax, görək nətər durur. Onlardan xoşum gəlir. Çox qəşəngdilər. Rəngi də super oldu. Amma ki, bir ammaları var da onların da. Belə bir dəstir. Bunu da açdım, qoydum. Qəşəng yumşaq olur. Rəngi də çox xoşuma gəldi. Materialı da belə yumşaq. Sanki geyinəndə adamın əynində heç nə yoxdur. Altının şalvarı da çox şirindir.
Amma ki bunların şalvarları bilmirəm niyə qısa olur həmişə. İndi də geyindi. Elə uzun boyu da yoxdur, amma ki qısa gəldi, çox xeyif. Yəqin ki forması belədir də bunların da. Bunlardan məndə də var idi. Bozu var idi, sonra karışvi rəngi var idi. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izləyərsiniz. Videonu bəyənməyi, ən azından hərəniz bir dənə, 2 dənə çiçək buraxmağı unutmayın. Bacıya dəstək üçün rəylər nə qədər çox olursa, video bir o qədər irəli çıxır, baxışı çox olur. Eyni zamanda bəyənilərdə əksik eləməyin. Baxıram 3000 izlənilib, heç 200 bəyəni yoxdur. Nəysə, hələlik xanımlar.